Dövlət bayrağımız 1990-cı il noyabrın 17-sində xalqımızın ümumilli lideri Heydər Əliyevin böyük cəsarəti və vətənpərvərliyi nəticəsində yenidən xalqımıza qaytarılmışdır. Cənab İlham Əliyevin Azərbaycan bayrağına olan böyük sevgisi və sayğısının təzahürü olaraq Respublikamızın paytaxtında 162 metr yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Bizim bayrağımız bizim canımızdır, bizim ürəyimizdir. Eşq olsun Azərbaycan bayrağına. Yaşasın Azərbaycan. 6 noyabr 2013-cü il tarixində Sumqayıtda artıq ənənə halına almış Bayraq Günü bayramı yüksək səviyyədə qeyd edildi. Böyük insan kütləsinin toplaşdığı, həmçinin şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ailə xoru musiqili proqramla çıxış etdi. Valideynlərdən və uşaqlardan ibarət xorun çıxışı insanlarda xoş təəssüratlar yaratdı. Tədbirdə iştirak edən digər musiqiçilərin çıxışından sonra məktəblilərin təntənəli hərbi keçidi oldu. Dərbəndim, dərd hıçkıran sükutuna bələndim. O tayında savalan, bu tayında şah dağı, Azərbaycan